Salam, hər vaxtınız xeyir olsun, hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yenə sizlərlə bərabərik. Bugünkü konfransımızın mövzusu Qərbi Azərbaycana qayıdış, İrəvan xanlığının tarixi və mirası və bir-birindən dəyərli qonaqlarımızla bu mövzu haqqında məruzələrimiz olacaq. İlk olaraq istərdim bir video təqdimatla konfransın açılışını edim. Daha sonra sözü qonaqlarımıza verim. Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır və biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrup yaradılıb və verdiyim bütün tapşırıqlar və eyni zamanda yerlərdən gələn təkliflər əsasında vahid konsepsiya üzərində işə biz başlamışıq. Bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə biz çıxış eləmirik. Ona görə bir halda ki, bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, buna da biz nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik. Merhaba arkadaşlar. Buyurun hep beraber müzemize bir göz atalım. Gördüğünüz gibi daha ilk bölümden sonlarına kadar hep Azerbaycan'la ilgili bölüm olmuş. Örneğin burada hep gösterdiğim gibi bakın Lidya paralarını gösteriyorum burada 2700 yıllık. Bunun hemen yanında gene bakın şimdiki Ermenistan topraklarının bulunduğu Batı Azerbaycan, Garbi Azerbaycan'ın o bölgelerin kimlere ait olduklarını gösteriyorum. Örneğin 951 yılında hükümdar olmuş Şeddaditler vardır. Müslüman beyliktir. Şimdiki Ermenistan'da bulunan bir beylik. El-Mensur'un parasını görüyorsunuz. İldenizlileri görebiliyorsunuz. 1136 yılında hükümdarlık yapmış. Kendilerinin mesela bu Urmiye parasıdır. Kara koyunları görüyorsunuz. Gülistan'daki paraları. Bakın Huy, İran, yani bütün İran, Azerbaycan, Ermenistan ve Gürcistan. Şimdiki bu topraklar üzerinde hakim olan Türkleri gösteriyorum. Kara koyunlar, bakın Gülistan parası, Şimahi parası, Şirvanşahların kara koyunları altında basılmış olduğu paradır bu. Mesela burada bakıyorsunuz Huy şehri, İran eyaleti Doğu Azerbaycan vardı. Oranın başkenti Huy. Akkoyunların Tebriz parası, Safavilere bakıyorsunuz, Erivan parası, Şah Abbas dönemi 1587 yılı. Bakın Ermenistan yine Erivan parası 1693 yılı. Tiflis, Nahçıvan, Gence, gene Afşarlarda bakın yine aynen Tiflis parasını, Gence parasını, Kaçarlarda yine Tahran'a kadar giden paraları, yani o bölgelerin hepsinin Türk toprakları olduğunu gösteriyoruz. Burada mesela görmüş olduğunuz kıyafet, bir Erivan Hanlığı kıyafetidir. Kadife üzerine işlenmiş sırmalar. Onun için Erivan bayrağını görüyorsunuz. Ermenileştirilmeye çalışan Garbi Azerbaycan'daki eserleri kitap haline getirmiş. Çok güzel bir eser. Herkese tavsiye ederim. Bakın Şeddadiler, bakın bu Muzafferitler, bu İldenizliler Azerbaycan'daydılar, Urmiye parası. Bakın işte Kilikya dediğimiz Kilikya Ermeni paraları.
Bunlar kime bağlı? Selçuklara. Ondan önce kime bağlı? Bizans'a bağlı. Ondan önce kime bağlı? Romalılara bağlı. Ondan önce kime bağlı? Seleukoslara bağlı. Ondan önce kimlere bağlı? Aleksandr'a bağlı. Bunlar ne zamandı bağımsız? İyi ki bir büyük Tigran var. Parasını göstereceğim. Seleukosları kendi döneminde yendi. Büyük Ermenistan, Armenian Mayor, bir de Küçük Ermenistan, Armenian Minor diye bölgeleri kurdu. Çalınmış topraklar üzerine Seleukoslardan o gün bugündür Büyük Ermenistan hikayesi devam ediyor ama biz tarihçilere kimse yutturamaz. Biz kavmiyetçilikle uğraşmıyoruz. Tarihi belgelerle. Annesi Semaya teyzenin bizzat Kemal'e bacımızdan İlham kardeşimin yanında hediye ettikleri halımızdır. Çok değerlidir. Çünkü burada bu kıyafetlerin sonunda getirip burada bitirmemin sebebi işte artık şehadetiyle bütün bir ruhuyla o şehadet ruhuyla ayağa kalkan gençler Azerbaycan'ı Allah'ın izniyle işgal topraklarını ve Karabağ'ı kurtardılar. Yıllardır 2004 yılından beri sahnede gösterdiğim kıyafeti görüyorsunuz. Bakın bir yere bakıyor. Baktığı yere biz de kamerayla bakalım. Rahmetli Polat Haşimova bakıyor minnetle. Çünkü ben hep diyordum ki ya Rabbi Karabağ'ın bağımsız olduğunu göstermeden canımı alma ve bu kıyafeti hep gösteriyordum. Beni tanıyanlar, programlarımızı bilenler bilir. Bu kıyafet hep Karabağ'dı. Ve şimdi en köşede oturmuş Polat Haşimova ve diğer eserlere bakıyor ki gururla. Size bunu kısa bir göstereyim dedim. Birazdan sözü değerli konuşmacılarımıza vereceğiz. Kısa bir tanıtım yapayım müzede dedim. İyi seyirler, iyi akşamlar. Programımıza başlayalım. Birçok ülkeyi buradan çıkarmayınca bazı arkadaşlar hani bizim ülkemizde görülmeliydi diyorlar ya. O kadar çok kıyafetler var ki bazen nasip olmuyor. Güney Azerbaycanlı arkadaş bizi de anın dedi de ben Güney, Kuzey, Batı Azerbaycan tanımıyorum. Azerbaycan birdir. Tebriz de Azerbaycan'dır. Karabağ da Azerbaycan'dır. Bunun güneyi, kuzeyi yoktur. Cetvelle çizilen sınırların da bir sonu da olacaktır. Teşekkür ederim. Nevzat Sadak, Azerbaycan. Sara Özdemir, Azerbaycan, Karabağ. Karabağ'ın kimin olduğunu gösterelim. Karabağ herkesin unutmuş olduğu bir toprak olabilir ama biz unutmayacağız. Karabağ Azerbaycan'dır ve Azerbaycan'da kalacaktır. Bunu herkes böyle bilir. Ahmet Şimşek, Azerbaycan, Tebriz. Ramazan. Tebriz, Güney Azerbaycan. Tanıştırayım tanımayan Türklere. Azerbaycan'ın güneyi, İran'da olan Azerbaycanlı kardeşlerimiz Tebriz. Azerbaycan, Karabağ, Hüseyin Akoç. Karabağ selam. Çoğu unuttu ama biz unutmadık. Karabağ, Tebriz, Nahçıvan, Azerbaycan böyle büyük bir devlet iken bazı bölgeleri unutanlar utansın. Azerbaycan'a candan selamlar. Can Azerbaycan. Mövzuyla Haberim yoktu. Güzel montajlamışsın. Bana da sürpriz oldu. Teşekkürler. bəli mövzuyla bağlı videomuzda təqdim etdik. İndi isə ilk olaraq sözü Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Mexanika Riyaziyyat İnstitutunun direktoru, Profesör Misir müəllim Mərdanova vermək istəyirəm. Buyurun Misir müəllim, söz sizdədir. Hocam hoş geldiniz. Çox sağ olun Anar. Əvvəla hamınızı salamlayıram. Axşamınız xeyir olsun. Və bu tədbiri təşkil edən, bu tədbirdə zəhmət keçənlərin hər birinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Üçüncüsü, mən baxıram bu tədbirdə Azərbaycanın gözəl xanımları iştirak edirlər. Dünən bizim ölkəmizdə və dünyanın bir çox ölkələrində 8 Mart Qadınlar Bayramı kimi qeyd olundu. Fürsətdən istifadə edib mən bütün xanımları o cümlədən burada gördüklərini ürəkdən təbrik edirəm. Hər birinə can sağlıq arzu edirəm. Uzun ömür arzu edirəm və bildirmək istəyirəm ki, Azərbaycan qadınları çox qeyrətli, namuslu qadınlardır və Qarabağı azad edən oğullar bu qadınlar tərəfindən hazırlanıb yetişmiş qəhrəmanlarımız bizim. Bir də təbrik edirəm və
gördüğüm o videodan çok təsirləndim. Cəmaləddin bəyə çox təşəkkür edirəm. Ben teşekkür ederim. Yəni Almaniyada, Nürnberg şəhərində belə bir işi görmək, mən düşünürəm ki, bir qəhrəmanlığa bərabər bir işdir. Teşekkür ederim. Çox böyük bir işdir. Sizə uğur arzulayıram. Orada Teşekkür ederim. çox gözəl e, görüntülər gördüm mən və çox sevindim buna görə. Bir neçə kəlmə də Qərbi Azərbaycan icmasıyla bağlı sizi məlumatlandırmaq istəyirəm. Bilirsiniz ki, 2022-ci ilin dekabr ayının 24-də Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev Qərbi Azərbaycan icmasının inzibati binasının açılış mərasimində iştirak elədi. Və dekabrın 24'ü Cənab Prezidentin doğulduğu gündür, ad günüdür. Prezident orada çox möhtəşəm bir çıxış elədi və dedi ki, mən öz ailəmlə keçirirəm ad günümü. Yəni bizi öz ailə üzvləri kimi qəbul edərək o mərasimdə, tədbirdə iştirak elədi. Çox ciddi, qarşımıza çox ciddi məsələlər qoydu. Hörmətli Fərrux müəllim bu məsələləri çox gözəl bilir və ötən 2 il, 3 aya yaxın bir müddətdə Azərbaycanda çox möhtəşəm bir Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanıb və onun hərəkətə keçirilməsi istiqamətində təkcə Azərbaycanda deyil, dünyanın hər yerində, harasında Azərbaycanlılar yaşayırsa, orada çox böyük iş aparılır. Və bir məsələ orada xüsusi qeyd olundu ki, bu məsələ ilə təkcə Qərbi Azərbaycanda doğulmuş insanlar deyil, özünü Azərbaycanlı hesab edən hər kəs artıq Qərbi Azərbaycana qayıdış konsepsiyasına qoşulmalıdır və bu istiqamətdə bizə kömək eləməlidir. Bugün onu da qeyd edeyim ki, Qərbi Azərbaycan icması Azərbaycan cəmiyyətində ən fəal, ən geniş yaradıcılıq işi ilə məşğul olan bir quruma çevrilmişdi, ictimai təşkilata. Qurum ölkə ictimaiyyəti tərəfindən qəbul olunan bir qurumdur və sizə deyim ki, bu ötən 2 ildən biraz çox müddət ərzində elə bil ki, Qərbi Azərbaycanlılara yeni bir qüvvə verilib, yeni bir can verilib və icmanın inzibati binasını onlar öz məbədi kimi qəbul edib, gündəlik ora gələnlər, gedənlər və s. və ilaxır çox işlər görülüb və görülür. Demək olar ki, şəxsən mənim həftəmin 2-3 günü icmanın təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edirəm və orada insanların bu işə necə can könüldən yanaşmasının şahidi oluram. Və onu da qeyd edeyim ki, 2 il ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində icmanın təşkilatçılığı ilə 2 beynəlxalq konferans keçirilibdir. Yəqin ki, burada iştirak edən dostlarımız bununla bağlı məlumatlıdırlar. Hətta bəziləri orada iştirak ediblər. Və qərara gəlinib ki, hər ildə dekabrın 5-də bu konferans keçirilsin. Təkcə Bakıda deyil, dünyanın müxtəlif ölkələrində, Azərbaycanlıların məskunlaşdığı ölkələrdə də belə konferansın keçirilməsi nəzərdə tutulur. Yəni, bir mənalı olaraq bugün Azərbaycan siyasətində, həm cənab prezidentin siyasətində, həm də icmanın siyasətində bu məsələ çox önəmli bir məsələdir. Və yeri gəlmişkən onu da deyim ki, erməni tərəfi, Ermənistan tərəf bizi ciddi izləyir və bizim coşku ilə bu prosesə qoşulmağımızdan çox narahatdır. Çox narahatdır. Qoy olsunlar narahat və istəyirlər ki, bizə müxtəlif yollarla cavab tədbirləri bizə qarşı görsünlər. Ancaq mən əminəm ki, onlar heç bir şey eləməyəcəklər. Çünki biz heç kəsin torpağında bizim gözümüz yoxdur. Bizim sadəcə bir fikrimiz var ki, öz dədə baba yurdumuza, öz də silahla yox, dinç yolla qayıtmaq istəyir və Ermənistan bu yola əməl eləməlidir. Bizi sağ-salamat, bizim sağlamlığımıza garanti verərək bizim öz torpaqlarımıza qayıtmamıza şərait yaratmalıdır. Təzminat ödəməlidir. Çünki oradan müxtəlif zamanlarda qovulmuş milyonlarla insan hər şeyini itirib
başqa yerlərə köçmək məcburiyyətində qalıb. Yəni bu istiqamətdə çox ciddi iş görülür. Mən sizə deyərdim ki, bəlkə də yüzlərlə yeni kitablar çap olunub. O kitabların təqdimat mərasimləri keçirilibdir. İndi o kitabların tərcüməsindən məşğul olan insanlar var, digər dillərə tərcüməsindən. Albomlar hazırlanıbdır və s. məsələlər aparılıb və bu gün də aparılmaqdadır. İcmanın gündəlik fəaliyyəti haqqında İcmanın mətbuat xidməti müxtəlif dillərdə məlumat hazırlayıb verir və biz İcmanın rəhbərləri olaraq həm dünyada gedən prosesləri, həm də Ermənistanda gedən prosesləri izləməkdəyik, izləyirik və siz də bu prosesə qoşulduğunuza görə mən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri kimi sizə təşəkkür edirəm. Hər birinizə anar cavan bir oğlandır, bu işə qoşulub və sizlə bərabər bu işə rəhbərlik edir. Çox təşəkkür edirəm ona, uğur arzulayıram və onu da deyim ki, bu ötən ilin dekabrın 5-də keçirilən konferansda İrəvan xanlarının nəvələri, nəticələri və digər kötücələri gəlmişdilər. Mən onların bir neçəsi ilə görüşdüm, çox məmnun oldum və bu gün də onlarla mən əlaqə saxlayıram və gələcəkdə də saxlayacağam. Yəni biz son 2 il ərzində çox şey öyrəndik. Bizə məlum olmayan çox şeylər bizə bəlli oldu. Mənə belə gəlir ki, qarşıdan gələn zamanlarda da daha çox şeylər öyrənəcəyik və bu istiqamətdə həm elmi tədqiqatlarımızı davam etdirəcəyik, həm məlum olan tarixi məlumatları dünya ictimaiyyətinə yayacağıq və bu işdə sizin hər birinizə uğur arzulayıram. Çox təəssüf edirəm ki, Ofeliya xanım burada görə bilmədim. Mən ona söz vermişdim, görüşəcəyik. Arada mən xəstələndim, gələ bilmədim. Ancaq əminəm ki, onunla görüşəcəyik. Çünki o da İrəvan xanlarının davamçılarından biri kimi bugün həyatda yaşayır. Hər birinizə uğur arzulayıram. Təşəkkür edirəm hər birinizə. Çok sağ olun. Hocam biz teşekkür ederiz. Ağzınıza, yüreğinize sağlık. Allah sizleri her zaman var eylesin ki bu davamızı her zaman temsil edersiniz. Hepimizin adına en yüksek, en yüce makamlarda. Çok teşekkür ediyoruz. Allah size hayırlı saat, uzun ömürler versin. Çox təşəkkür edirəm siz mənim bir daha həm konferansımıza qatıldığınız üçün, həm xoş fikirləriniz üçün minnətdaram. Var olasınız. Çok teşekkürler. Hoş İndi geldiniz. sözü Boş şirkətində baş ekspert, elektrotexnik mühəndisi, İrəvan xanlığı varisi, Qərbi Azərbaycan İcmasının fəxri üzvü, Almaniya-Azərbaycan Alyansının idarə heyətinin üzvü Əmrəli Sərdar İrəvani bəyə vermək istəyirəm. Buyurun, söz sizdədir. Çok teşekkür ederim. Ben Azerbaycan dili çok yaxşı danışa bilmirəm. Bunun için özür istəyirəm və İngilis dili danışıram. Çok teşekkür ederim. Əvvəlcə Anar bəy tərcümə üçün. Dear ladies and gentlemen, respected professors, dear friends. Xanımlar və cənablar, hörmətli professorlar, əziz dostlar, Thank you for the opportunity you have given to me. mənə verdiyiniz fürsətə görə təşəkkür edirəm. I am very happy to be beside you. Sizin yanınızda olmaqdan çox xoşbəxtəm. First of all, I apologize that I still do not have the possibility to have a fluent conversation with you in Azerbaijani. İlk növbədə sizinlə Azərbaycan dilində səlis söhbət etmək imkanımın olmamasına görə üzr istəyirəm. Today, Azerbaijan is on the path of progress. Bugün Azərbaycan inkişaf, tərəqqi yolundadır. With the efforts of the authorities and the efforts of the people, what is worthy of the name of Azerbaijan will soon be achieved. Hakimiyyətin və xalqın səyləri sayəsində Azərbaycanın adına layiq uğurlar tezliklə əldə ediləcək. At the same time, the Azerbaijani people must know their historical past. Eyni zamanda Azərbaycan xalqı öz tarixi keçmişini bilməlidir. Understanding the authenticity of this nation will increase national confidence. Bu millətin milli kimliyini dərk etmək milli inamı artıracaq. Thank God a lot has been done in this regard.
Allaha şükürlər olsun ki, bununla bağlı çox işlər görülür. Of course, our brilliant and true history has been firmly hidden by biased distortion. Əlbəttə ki, bizim parlaq və həqiqi tariximiz qərəzli təhriflərlə möhkəm şəkildə gizlədilib. Some of these distortions have been applied by enemies, düşmanlar, Evet. and foreign rivals, ecnebiler, and unfortunately, some have been applied by domestic competitors. Bu təhriflərin bəziləri düşmənlər və əcnəbilər tərəfindən, təəssüf ki, bəziləri isə yerli rəqiblər tərəfindən tətbiq edilmişdir. Understanding historical facts depends on access to documents and their expert analysis. Tarixi faktların başa düşülməsi sənədlərə girişdən və onların ekspert təhlilindən asılıdır. Unfortunately, many documents are either completely destroyed or kept out of reach. Təəssüf ki, bir çox sənəd ya tamamilə məhv edilib, ya da əlçatmaz şəkildə saxlanılır. Bəli. In general, the eradication of historical monuments and historical documents or their misconception had been the long-term plan of the enemies. Ümumilikdə tarixi abidələrin və sənədlərin məhv edilməsi və ya onların yanlış anlaşılması düşmənlərin uzun müddətli planı olub. Thus, a different look at history and analysis reveals the facts. Tarixə fərqli bir yanaşma və təhlil faktları üzə çıxarır. Revealing the facts that are of particular importance to a nation. Bir millət üçün xüsusi əhəmiyyət kəsb edən faktların üzə çıxarılması. The importance of the Azerbaijani period is so great because the foundation of today's Azerbaijan identity is based on that period. Azərbaycan dövrünün əhəmiyyəti o qədər böyükdür ki, çünki bugünkü Azərbaycan kimliyinin bünövrəsi o dövrə əsaslanır. Of course, the history of this nation is far older than this period. Təbii ki, bu xalqın tarixi bu dövrdən çox qədimdir. At various times, a large range of geography has been influenced by our ancestors. Fərqli dövrlərdə geniş bir coğrafiya sahəsi ulu əcdadlarımız tərəfindən təsirlənmişdir. But from this time, Khanat time, our independence has become important. Bu dövrdən, Xan dövründən etibarən də müstəqilliyimiz önəmli olmuşdur. I'm so thankful to my ancestors who saved my name, Sardari Iravani, over 250 years. 250 ildən çox Sərdari Rəvani adımı qoruyan əcdadlarıma minnətdaram. They didn't change the name like other branches. Onlar digər nəsillər kimi adı dəyişdirmədilər. They reached me, they gave me the responsibility, məsuliyyət, to preserve their history. Mənə çatdırdıqları kimi onların tarixini qorumaq məsuliyyətini verdilər. That's it. Çox yaxşı, təşəkkür edirəm. Təşəkkür edirəm Rəməlim. Çox sağ olun dəyərli fikirləriniz üçün. Həmçinin konferansımıza qatıldığınız üçün minnətdaram. Çok teşekkür Ben de. ederiz. Bu değerli soy ismi taşıyanlarınız çok olsun inşallah. Bir de Almanya, Azerbaycan Birliği diye duydum. Burada Evet. biz de Alman yaşadığımız için Almanca'da da söylemiş olayım. Ich wünsche Ihnen alles Gute. Təşəkkür. Lange, gesundes Leben. Vielen Dank. Danke, ebenso. Danke. Ciao. İndi isə sözü İrəvan zadəganlarının varisi Heydər Əliyev adına Qazaxıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Professor Eldar müəllim adı Gözəlova verirəm. Buyurun Eldar müəllim, söz sizdədir. Günaydın Azərbaycan, günaydın Türkiyə. Hoş geldin. Mən öz adımdan istəyirəm bu gözəl konferansın iştirakçıları ürəkdən təbrik edeyim, alqışlayayım, deyim ki, bizim üçün böyük şərəfdir sizlə bir yerdə olmaq bugün. Teşekkür ederim. Deməli, İrəvan xanlığından haqqında çox kitablar yazılıb, çox sözlər deyilib. Mən də bu sözlərə
qatışıram. Bu kitabı mənə İrad xanım Rizazadə bağışlayıb. Adı İrəvandır. Bu İrəvan xanlığın ensiklopediyası mən belə sayıram. Orada çox adamlar bizim yaxın qohumlardır. Biz o ilə fəxr edirik. BDU ilə deməli danışanda Misir müəllim, mən demək istəyirəm ki, BDU-nun deməli 4 dənə professoru bizim ailənin üzvləridir. İlk öncə Mehdiqulu xan İrəvanski, İrəvanlı Mehdiqulu xan İrəvan xanlığı BDU-da kafedra müdürü olub. Tarix Şərqli kafedra. kafedrasının müdürüydü. Çox sağ olasın. İkinci mən deyirəm Məmməd Əmin Qaziyev. Deməli dekan, tarix fakültəsinin dekanı olub. O bizim qohumumuz. Çox hörmətli bir adam idi, çox hörmətli. Çox sağ olsun Misir müəllim. Biz də onu belə görmüşük, belə duyuruq. Ondan sonra Nazim bəy Qadınbəyov. O da bizim ailənin üzvüdür. Xarici kafedrasının müdürüydü. Misir müəllimdir, hamısını tanıyırsınız. Şəxsən Mənim anam 35 il BDU-nun Rus dili kafedra müdürü olub, Qazilə xanım Qazi və Əkbər bəy qızı. Bəli, bəli, bəli. Onu da biz qədiyyəcə xatırlayırıq. Bu kitab mənim üçün çox dəyərlidir. Mənim bacım Tərifə xanım Kingilinskiyə Qaziyevi yazıb. Xeyif ki, tez dünyasını dəyişdi. Amma bu kitab bizim üçün qalır. Mənim babam Əkbər bəy Qaziyev. Onun atası Hüseyin bəy Qaziyev. Hüseyin bəy Qaziyev, İrəvan xanlığının baş notariusu Çar vaxtında. Onun deməli atası Cabar bəy Qaziyev. O kitabda hamısı qız öz yerini tapıblar. Mən çox şadam ki, bu qurum işləyir, bu qurum böyüyür, bu qurum gözəl nailiyyətləri var. Mən də özümü bu qurumun adi əskər bir kimi hazıram. Misir müəllim, çox sağ olun ki, varsınız. İnşallah bu işimizi davam eləməliyik. Çox sağ olun. Anar, bir dəqiqə. Olar mı Anar? Əlbəttə, əlbəttə. Olar. Müslüm. Tabii ki Mustafa hocam buyurun. Mən Qazıyevləri çox, universitet işləyəni çox yaxşı tanırdım. Əlbəttə, onda biz gənc tələbə aspirantı idik. Azərbaycanın ən böyük ziyalıları idi. Onlar bütün cəhətlərdən çoxlarından fərqlənirdilər. Saf, təmiz. Yəni siz fəxr eləyə bilərsiniz Eldar müəllim, elə kişilərin davamsızsınız. Allah Çox sağ rəhmət olasın. etsin hamısını. Çox sağ olun. Minnətdarım. Çox sağ olun Misir müəllim. Təşəkkür edirəm Misir müəllim. Həmçinin Eldar müəllim fikirləriniz üçün çox sağ olun. Teşekkürler. İndi isə sözü Anar, bir kəlmə mən bir şey də demək istəyirəm. əlbəttə buyurun Misir. Çox sual edirlər ki, yəni niyə 1947, 51-ci, 48-ci illərdə məhz İrəvan və İrəvanın yaxın ətrafını zorla sürgün ediblər. Başqa tərəflərə çox dəyməyiblər. Düzdür. Niyə dəyiblər? Məsələn, o sualın cavabını mən belə görürəm ki, o devirdə İrəvan Azərbaycanlı ziyanlıların yerləşdiyi bir mərkəz idi. Ən Mərkəzdir. yüksək səviyyəli Azərbaycanlılar İrəvanda yaşayırdılar və çalışırdılar. Ona görə də İrəvanı boşaltmamış ermənilər dinç ola bilməzdi qətiyyən. Yox, yox, yox. Məhz ona görə onlar başqa yerlərə çox toxunmadılar. İrəvan və onun yaxın ətrafını zorla yük qatarlarında neçə adamlar öldü yollarda, harda basırıldı heç bilinmir və köçürdülər. İrəvan çox böyük ziyalı məktəb olub. Çox sağ böyük olun. ziyalı məktəb olub. Buyurun, davam edin, xahiş edirəm. Çok teşekkürler Mustafa hocam. Çox sağ olun Misir müəllim. İndi isə sözü İrəvan xanlığının varisi, geologiya, mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Ofeliya xanım Bağırbəyova vermək istəyirəm. Buyurun Ofeliya xanım, söz sizdədir. Hoş geldiniz. Salam, mən bütün iştirakçıları salamlayıram və təşəkkür eləyirəm ki, belə bir təcrübə eləmisiniz. Mən səhətimə görə danışa bilmirəm çox. Bircə onu deyim ki, mən Abbasqulu xan İrivanskinin nəticəsi, mənim anam Pənah xanın nəvəsi
Əli xanın nəvəsi, Əli xanın qızı və Pənah xanın nəvəsi, Abbasqulu xanın nəticəsi və Naxçıvanski general İsmail xanın köçürcəsidir. Onlar İrəvan xanlığında böyük nailiyyətlər var idi. Onlardan indi danışmaq istəmirəm, ancaq bir vaxt lazımdır görüşmək və bunları danışmaq. Çox şey var. Elə bir onu anam tez-tez deyir, danışırdı ki, Abbasqulu xan İrivanski suyu ki indi içirlər o ermənilər, içməli suyun türbəsini öz torpağından, 40 bulaqdan çəkib öz vəsaiətinə neçə min böyük bir vəsait qoyub ona və o İrəvan şəhərini içməli suyla təmin edib. O bir neçə məktəblər açıb öz vəsaiətinə neçə illər, 17 il deyəsən, o İrəvan Dumasının deputatı olub. O meçid tikib, məktəblər açıb və İrəvan xanlığında onun çox nailiyyətləri var. Mən istəyərdim ki, sonra o barədə yazmaq lazımdır və göstərmək lazımdır o işləri. Ermənilərlə də o həmişə İrəvanlıları qoruyub. 1905-ci ildə ermənilər köçürtmək istəyirdilər, yenə də очередной раз Azərbaycanlıları İrəvandan köçürmək istəyirdilər. O başına yığıb onlarla cavan uşaqları və neçə yüz Azərbaycanlıları başına yığıb onlara qalib gəliblər və qoruyublar Azərbaycanlıları və çox belə işlər olub orada. Mən hələ o Hüseynəli xan ulu babalarımdan danışmıram. Onların çoxlu nailiyyətləri var. Ona görə də çox saxlamaq istəmirəm sizi. Mən fəxr eləyirəm ki, mən onların davamçısı və nəticələri kötücəsiyəm. Və istərdim ki, təşəkkür eləyim. Kim ki, bu İrəvan xanlığına təsir olmuş işlərə can qoyub işləyir, hamıya təşəkkür eləyirəm, baş ayıram. Başqa bizim prezident çox işlər görür. Mən təşəkkür eləyirəm hamıya. Can sağlığı və uğurlar. Ofeli Hanım çok çok teşekkürler. Allah size hayırlı, sağlıklı, uzun ömürler versin. Çok geçmiş olsun, acı şifalar dilerim. Allah sizleri var eylesin. Teşekkür ederiz. Təşəkkür eləyirəm. Deməli, mən universitetdə oxuyarkən, tələbə olarkən 1964-cü illər idi. Bizim fakültenin aparıcı şəxslərindən biri Azər Bağırbekov idi. Mən o zaman bilmirdim ki, o kimdir, nədir, ancaq çox nüfuzlu, çox qabiliyyətli bir adam idi. Ofeliya xanımla danışandan sonra bəlli oldu ki, Azər müəllim Ofeliya xanımın qardaşıymış doğma. Və mən onunla görüşmək istədim ki, yəni bu tarixçəni davam elətdirmək, yazmaq. Ancaq təəssüf ki, hələ görüşə bilməmişik. Mən əminəm ki, yaxın vaxtlarda mən onların evinə gedib, onlarla görüşüb və o Bağırbəyovlar ailəsinlə bağlı geniş məlumat ala bilib və gələcək görüşlərimdə sizə məlumat verərəm. İnşallah. İnşallah. Çox sağ olun Müsir müəllim. Mən çox minnətdaram sizə. Mən gələcəm sizə. İnşallah gözləyirik. Məmnuniyyətlə. Məmnuniyyətlə. İnşallah. Təşəkkür edirik bir daha. Ofeli xanım bizim üçün həqiqətən də
91 yaşlı canlı tariximizdir, değerli alimimizdir. Katıldığınız için bir daha teşekkür ederim Ofeliya Hanım. Var olasınız. Çok Çok sağ olun. çok sağ olun. Sağ olun. Allah can sağlığı versin. Bütün Teşekkür aileye ederim. selam ve sevgiler. Teşekkürler. Sağ olun, sağ olun. Var olun. Var olun. Ve son olarak sözüm bu konferansın ərsəyə gəlməsində müstəsna rolu olan değerli alimimiz İradə xanım Rızazadəyə vermək istəyirəm. Buyurun İradə xanım, söz sizdədir. İrade Hocam hoş geldiniz. Salam hər birinizə. Aleykümselam. Mən doğrudan da bu platformaya çox təşəkkür edirəm. Çünki bu platformada Cəmaləddin Hocanın və Anar müəllimin gördüyü işlər doğrudan da çox dəyərlidir Azərbaycanlılar üçün, Azərbaycan üçün. Əgər bir platformanın bizim şəhid ailələrinə verilən o qayğı, o diqqət varsa, mən yalnız baş əyirəm. Və bu platformada çox elmi konferanslar keçirilir. Mən düzdür bir neçə belə bir Zoom görüşdə olmuşam, amma İskəndər Sərdarlı çox sağ olsun mənə bu görüş haqqında dedi və mən də qoşuldum. Baxmayaraq ki, Cəmaləddin Hocanın bir dəfə heç bir-birimizi tanımırdıq və bir Zoom görüşündə onun həmin bugün göstərdiyi o muzeyi mən onda görmüşdüm və həqiqətən də Almaniyada, Nürnberg şəhərində belə bir antikvar deyərdim ki, məsələləri saxlayıb ərsəyə gətirmək. Bugün həm milli paltarları da gördüm. Bir daha buna görə də sizə təşəkkür edirəm və 2004-cü, 2009-cu ildə siz o Qarabağ haqqında o qədər ürəklə və o qədər inamla ki, bu Azərbaycanın torpağıdır. Allah görsənir, hər birinizin sözlərini eşidib və bugün də bizim şəhidlərimizin qanı hesabına, döyüşçülərimizin hesabına və cənab prezidentimiz, Ali Baş Komandanımızın o idarəçiliyi əsasında biz nail olduq və torpağımız qayıtdı. Əlbəttə ki, bizim hələ görəcək işlərimiz çoxdur və bugünkü mövzuya görə də sizə təşəkkür edirəm. Çünki bu bilavasitə mənim üçün çox doğma mövzudur. Mən özüm İrəvan şəhərindənəm və Misir müəllim təşəkkür edirəm. Orada qeyd etdi ki, bəli, İrəvan mədəniyyət, yüksək təhsil bir ocağı olubdur. Əgər bir şəhərdə seminariyalar olubdur, əgər gimnaziyalar olubsa, əgər buranın gözəl mədəniyyəti olub, elə sarayları olubdur, elə rəssamı olubdur, Mirzə Qədim İrəvani kimi sağ olsun cənab prezident 200 illiyini keçirəcəyik inşallah hamımız. Deməli, bu elə köçmə məsələsini də, deportasiya məsələsini də ən vacibi oydu ki, İrəvandan köçürülsün, tam ziyalı təbəqə oradan uzaqlaşsın. İndi şükür Allaha, əlbəttə ki, cənab prezident 24-ündə öz ad günü gəldi və icmada bunu qeyd etdi və ailə dedi. Əlbəttə ki, cənab prezident bilir ki, hər bir Qərbi Azərbaycanlı ürəyi niskillidir. Çünki o torpağa qayıtmaq istəyir. Və bizim bu arzumuzun bu günləri belə məsələni beynəlxalq aləmdə də belə qaldırılması əlbəttə ki, biz yalnız və yalnız çox təşəkkür edirik. Bizim burada xan nəslindən olan varislər var və elə alındı ki, 2007-ci ildə çox belə bir balaca deyərdim bir sərgi idi ki, rəhmətli İsrafil Məmmədovun bir kitabı əsasında eləmişdi. İrəvan, torpağımız, tarixim, talehim mənim. Və o sərgimiz bizim içəri şəhərdə biz onu keçirəndə, sərgi qutarandan sonra mən belə bir zəng gəldi və çox hörmətli Ofeliya xanım Bağırbəyova, hansı ki
deyərdim ki, 3-4 nəslin bir davamçısıdır. Burada həm İrevanskilərdir, burada həm Pənahxan Makinskinin davamçısıdır, burada həm Bağırbəyovdur, ata tərəfindən və eyni zamanda Naxçıvanskilərlə də bunların qohumluğu var. Və mən birinci dəfə həmin ailə ilə Afeliya xanımla görüşəndə və mən orada o unikal şəkilləri ki, o indiyənə kimi qoruyub saxlamışdı. Çünki bilirsiniz ki, Sovet dönəmində çox ciddi yanaşılırdı ki, xan nəslindən olan insanlar şəkillər saxlasın, sənədlər saxlasın. Amma mən bu ailədə bu şəkilləri gördüm. Və növbəti artıq 2008-ci ildə böyük bir sərgimizi, foto sərgimizi keçirdik. Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi. Burada biz tək İrəvan deyildi, Qərbi Azərbaycanın o biri bölgələrində tarixi abidələri idi, onların təhsili idi, mədəniyyəti idi. Biz bunu da əhatə elədik və indiyənə qədər də ən əsas və bu mövzunu davam edirik və onda Afeliya xanımın biz tanıyandan sonra İrevanskilərdən necə indi biraz burada bir neçə nəfərin adı saydı. Düzdür, rəhmətli Naila İrevanskaya, Mehdiqulu xan İrevanskinin qızı idi. Sonra Saida İrevanskaya bugün həyatdadır. Yəni bu xan nəslinin davamçıları var. Sadəcə biraz artıq yaşlaşıblar. İnşallah ki, onların da evladları, Dilquşa xanım buradadır. Onlar da davam edəcək. Və sonra elə alındı ki, dünya Azərbaycanlıların bir qurultayı idi və bu qurultaya biz Afeliya xanımla gedəndə orada Turhan bəy Turqutla orada bir babanın nəsil davamçıları bir-birlərini tanımayan, bir-birlərini görməyən və orada bunlar bir-biri ilə tanış oldular. Mən dedim ki, nə xoşbəxt ki, bax bu məsələni də gətirib çıxara bildik. Amma bir neçə illərdən də sonra mən Facebookda Əmir Əli Sərdari İrəvanini gördükcə mən gördüm ki, bu ad nəsə tarixi bir addır və bu ad gördüm ki, doğrudan da necə indi Əmir Əli bəy dedi ki, İrəvandan çıxandan o adı onlarda var, Sərdari İrəvani. Elə alındı ki, biz tanış olduq və sağ olsun Əmir Əli bəy dəvətimizi qəbul elədi bizim və gəldi o zaman ki, Heydər Əliyev fondu Gürcüstanda bilirsiniz ki, İrəvan Xan Sarayının hətta divar qalıqlarını orada saxlayırmışlar. İndi hər halda bəziyib saxlamayıblar. Çox belə bir yerdə toplayıb müəyyən əşyalarını, Xan Sarayının əşyaları orada var imiş və sağ olsun bu məlumatı alan kimi Heydər Əliyev fondu, sağ olsun Mehriban xanım Əliyeva, həmin o əşyalar Gürcüstandan gətirildi bura. Bir müddət onlar bərpa olundu və Heydər Əliyev fondunda bir neçə ay həmin o sərgi getdi. Həmin sərgidə biz həm Əmir Əli Sərdari İrəvani öz ailəsi ilə və eləcə də Afeliya xanım Bağırbəyova da həmin sərgidə biz iştirak etmişik. Bilirsiniz, yəni bizim o qədər hələ araşdırma lazım olan məsələlərimiz çoxdur. Bizim Eldar bəylə burada biz deməli çıxış etdi. Eldar müəllimgil də, bunlar da Qaziyevlər nəslidir və İrəvan zadəganları şəklini kim görübsə 1860-cı ilin şəklidir. Həmin o Qaziyevlər də həmin zadəgan nəsillərdəndirlər. Və bacısı da gözəl bir kitab deməli ərsəyə gətirdi. Allah onu qəni-qəni rəhmət eləsin və bütün o zadəgan nəsillərdən olan bəzilərinin orada tam şəcərəsini orada veribdi. Biz hələ bunları görürük və müəyyən insanları tanıyırıq. Amma nə qədər hələ belə araşdırılası məsələlər var. Ona görə mən bir daha çox uzun danışmayacağım. Biz yenə də bu məsələdə mən özüm də Qərbi Azərbaycan icmasının üzvüyəm, İrəvan icmasının üzvüyəm və mən qeyri-hökumət təşkilatının bir sədri olaraq
2006-cı ildən bu məsələlərlə məşğul oluruq. Bizim vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarımız var ki, İrəvan mövzusunda bax, keçən il 24 layihə həyata keçirdilər və çox dəyərli bir layihələr oldu. İnşallah bu ildə layihələr davam edəcək və biz vətəndaş cəmiyyəti olaraq da icmaya dəstək olaraq bu məsələləri yenə də araşdıracağıq, yenə təbliğatımızı aparacağıq və mən hamınıza bir daha təşəkkür edirəm. Cəmaləddin Hoca, inşallah bu mövzuda gələcəkdə də müəyyən mövzularımız olacaqdır və bu mövzuları biz daha geniş belə auditoriyaya çıxartmağımızda sizə təşəkkür edirik. Mən bilirəm ki, bu dəqiqə hər bir Azərbaycanlı artıq Qarabağı biz necə əldə edə bildik. Elə də düşünməliyik ki, biz Qərbi Azərbaycana hamımız qayıtmalıyıq. Əlbəttə ki, biz nə silahla, nə necə prezidentimiz dedi, tankla biz özümüz rahat şəkildə qayıtmalıyıq və əvvəlki kimi də necə yaşamışıqsa da elə yaşayacaq. Mən hətta ermənilərə elə erməni dilində müraciət edəndə mən bu sözləri onlara çatdırdım. Təşəkkür edirəm. Nihat Hocam biz teşekkür ederiz. Allah sizi var eylesin. İnşallah seve seve her zaman sizlerin yanında olmak benim için şereftir. Allah birlik ve beraberimizi bozmasın. Ve Mısır Hocam da sizin de dediğiniz gibi hep diplomasi kanalıyla sağlam bir şekilde arkamız sağlam olmalı ki ciddiye alınalım. Dolayısıyla burada çok önemli birlik ve beraberlik olması lazım. Çok teşekkür ediyorum. Allah seni var eylesin. Ve bu birlik ve beraberliğimizi hep devam ettirsin inşallah. Anar Bey, ben yine müdahale etsem olur mu? Tabii ki Mısır Hocam buyurun. Siz ev sahibisiniz. Canlısınız. Buyurun. Demek çok güzel İrada Hanım'ın danışmaları beni çok yani memnun etti. Evet. Ben təklif eləyərdim ki, əgər gələcəkdə belə mövzulara toxunası olsaq biz məsələn İrəvan icmasının sədrinin burada olmaması məni qane eləmir. Mənə belə gəlir ki, Fəridə xanım Səfiyevəni bura dəvət eləsə çox yaxşı olardı. Onun bu yaxınlarda möhtəşəm bir kitabı çıxıb Azərbaycan və ingilis dillərində İrəvanla bağlı demək olar ki, bütün məsələlər orada Fərrux müəllim məni təsdiqləyər. Eyni zamanda İradə xanım da öz əksini tapıbdır. Yəni gələcəkdə bu işdən ondan lazım olsa yararlanmaq olar. Onun bilgilərindən və bacarığından. Fəridə xanım Səfiyeva İrəvan icmasının sədridir. Bizim icmada. Qərbi Azərbaycan icmasında İrəvan icmasının sədridir. İnşallah adam not alıyor. İnşallah güzel. İnşallah onun bilgilerinden de istifade ederiz. Seve seve. Şeref duyarız. Mütləq qeyd edirəm. Teşekkürler belirttiğiniz için. Allah razı olsun. Tabii ki seve Mən seve. bir məsələni də istəyirəm Buyurun toxunam. Məli hocam. Burada İskəndər Sərdarlı da buradadır. Evet. Və İskəndər bəyin doğrudan da bax bu incəsənət əsərlərində onun o gördüyü orada Zəngəzur mövzusunda olan Evet. o sandıqlar, o nə deyim mən yəni biz Çok şeyler. İrada Hanım çok şeyler. Əmrəli bəylə biz olduq. Yəni Əmrəli İskəndər Sərdarlıgil də onları gördük. Yəni bu sözlə ifadə olunan bir şeylər deyil. Həqiqətən belə bir bizim yaradıcılarımıza biz hamımız dəstək olmalıyıq. Bu çox vacibdir. Yalnız sözdə eləməyəcəyik. İnşallah əməldə də bunu edəcəyik ki, İnşallah. bizim bu incəsənətimiz dünyada görsənsin. Çünki bacardığı qədər İskəndər müəllim bunu edir. Amma biz həm biz təşkilatlar dedik, icma olaraq biz inşallah bax bu məsələlərdə də çox ciddi yanaşma edəcəyik. Təşəkkür edirik İskəndər müəllimə Anar bir dəfə. vaxtımız qurtarmır ki, mən yenə qoşulmaq istəyirəm sizə. Bəli, buyurun Müslüman. Narahat olmayın. Ben burada yine iki meselenin adını çəkir, iki məsələyə toxunmaq istəyirəm. Qərbi Azərbaycanda təhsillə bağlı, İrəvanda təhsillə bağlı bugün bizim bu tədbirdə iştirak edən çox hörmətli Fərrux müəllim mən görürəm. Onun əməyi çox böyükdür, mən sizə deyim ki.
İrəvan Gimnaziyası, seminariyası, cənab prezidentin yubileylərin keçirilməsi haqqında sərəncam imzalanması, çoxsaylı kitabların müəllifidir Fərrux müəllim bu gün burada iştirak eləyir. Mən onu alqışlayıram. Həmişə bizim məclislərdə əsas olan kim olmalıdır. Eyni zamanda mən yenə İskəndər Sərdarlı ilə bağlı. Ben onların evində olmuşam bir dəfə, öz ailəmlə getmişik. Orada olan şeyləri gözümlə görmüşəm, ancaq təəssüf ki, sonra ora bir də baş çəkə bilmədim. Vaxt azlığından və biraz da sağlamlığımla bağlı. Deməli, vaxtilə Cəmaləddin Xoca bizim universitetdə oxuduğumuz illərdə Mədəd Sərdarlı deyilən bir kişi var idi, profesor, dekan idi. Hamı hesab edirdi ki, Mədəd müəllim Azərbaycanın o zaman Qasım İsmailov rayonu deyirdiler, o rayondandır. Ancaq mən İskəndər bəylə tanış olanda, ondan o məlumatı öyrənəndə belə başa düşdüm ki, Mədəd Sərdarlı bunların əmisidir. Yəni o da Qərbi Azərbaycan İrəvandandır. Evet. Yəni belə tanışlıqlar bu dairəni çox genişləndirməyə, daha çox bilik əldə etməyə imkan verir. Bir də bizdə prezident kitabxanası var. Mən səhv demirəmsə, Fərrux müəllim. O prezident kitabxanasında bizim keçmiş tələbəmiz Nazim Mustafa professordur. Onun bu barədə çox ciddi araşdırmaları var. Anar müəllim, bu adamları qeyd elə, xahiş edirəm. Onları dəvət edin və hökmən iştirak eləsinlər. Baş üstə. Eləyərlər, Nazim də eləyər, Fəridə xanım da eləyər və digərləri niyə eləməsin? Şeref Eləyərlər, duyarız. hər biri eləyərlər. Mən sənə kömək eləməyə hazıram bu işdə. Çok Minnettar. teşekkürler. Şeref duyarız. Belki biraz çok danıştım, bağışlayın. Yok estağfurullah. Mustafa Hocam da tam altını çizdi. Sizler konuştuğunuz zaman biz Anar'la özelden program hakkında nasıl devam edecek diye yazışıyoruz. Ben Anar'a yazdım, dedim ki program sonrası söz verme listesinde bak yazmışım ki İskender de bir ona kardeşim diyorum. Mutlaka söz ver. Sevil İrevanlı ve Ferruh Hoca. Siz de tam burada 3 ismi saydınız. Bakın kalpte yollar var. Anar biliyor. Listeyi yollamışım. Diğer dostlardan tanıdıklarınız varsa konu hakkında şeref duyarız. Evet Anar. Bəli Cəmaləddin hocam. Elə istədim ilk sözü İskəndər müəllimə verim. Daha Evet. sonra deyəcəm. Buyurun İskəndər. Çok teşekkür ediyorum. Hazırlanırken ben de bu ara İskender Bey'in evinde bulundum. Değerli hanımı Lale Hanım, oğlu Tuğrul Bey, hepsi birbirinden muhteşem, sanat sahibi, ince sanatlar üzerine uzman. Ve ben büyük bir şerefle, az önce Anar gösterdi resmi, müzemizde sergiliyorum onun eserini. Ve her zaman diyorum ki bunun bir örneği de Allah'ın izniyle Topkapı'dadır. Burada bizzat onun yazısıyla beraber güzel bir şekilde özel bölümde sergileniyor. Onun için hayran kalmamak mümkün değil. İrade Hanım çok teşekkürler. Altını çizerek söylediğiniz için, öyle sözde değil, hakikaten özde destek görmesi gerekiyor. Aile olarak o kadar naif, o kadar böyle muhteşem insanlar ki onlar bunu dile getiremezler. Onun için bu işi yapmak bize düşüyor. Hoş geldiniz İskender Bey kardeşim. Buyurun. Bir daha herkesi salamlayıram. En əvvəl cəmi şəhidlərimizin ruhunu salamlayıram. Onların valideynlərini, ailə üzvlərini salamlayıram bugün burada və başda bizim dəyərli ağsaqqalımız, ziyalımız, nə bilim, dövrlərimizin naziri deyərdim. Təhsildən yüksək nə var ki, təhsildən müqəddəs bir şey yoxdur. Onun da naziri olaraq Misir müəllim həmişə bizim, necə deyim, yəni onunla mən heç bir dövlət adamını, heç bir naziri müqayisə edə bilmirəm. Ne yaxşı ki varımızdır elə şəxsiyyətimiz. Eləcə də digər ziyalılarımızı, İradə xanımı, Opilya xanımı, Fərrux müəllimi, Eldar müəllimi, yəni bizə qoşulan. Mən həm də bir sənətkar olaraq, yəni sıradan bir Azərbaycanlı olaraq hörmətli Misir müəllimə bir müşahidə şurasının sədri kimi o icmanın balaca bir hesabat vermək istəyirəm. Həm də mən Cəmaləddin bəyə təşəkkür etmək istəyirəm ki, məhz Qərbi Azərbaycana aid olan, mədəni irs nümunəsi olan bizim Dərələyizm əsərinin elmi praktik konferansını keçirdilər onlar. Yəni ki, bu çox bizim üçün qiymətli və qürur verici bir şeydir.
Birdən Misir müəllim, sizlə görüşümüzdən sonraki dövrlərdə bu günə qədər ona yaxın əsər yaratdıq. Maşallah. Qərbi Azərbaycanın mədəni irsini təbliğ eləyən, onu yada salan və Topkapı Sarayına qədər bizim əsərimiz getdi çıxdı. Yəni Topkapı Sarayında bilirsiniz ki, sultanlara verilən bəxşişlər tarixi eksponatlar kimi sərgilənir və orada indiyə kimi nə Azərbaycan tarixində, mədəniyyət tarixində, nə Türkiyənin mədəniyyət tarixində öz yaşadığı dövrdə yaratdığı əsər orada o formatda xüsusi güşə ayrılaraq sərgilənmir. Və bu bizim üçün böyük bir yəni uğur idi. Ondan sonra yəni bu Dərələzim əsəri, Zəngəzurun Dərələzim Vəhdətdə əsəri yəni tək bununla onun nətər deyim, keçdiyi şərəfli yol sadəcə elə o yola görə bir dənə buraxılış həsr elədilər bizim hörmətli Cəmaləddin bəygil. Və digər vaxtlarda da ayrı-ayrı yerlərdə konferanslar təşkil olundu. Yəni bir hesabat kimi demək istəyirəm. Yəni İrəvanın əsəri var, Göyçəm əsəri var, Urudum əsəri var. Bütün bu əsərləri biz yaratmaqla o irsimizi yaşatmağa xidmət edirik. Öz missiyamızı bundan görürük. Bir də kiçik siz rəhmətli Mədət müəllimi yad elədiniz, ona görə təşəkkür edirəm. Onun mən xırdaca həm də Əmrəli bəyin bayaq dediyi sözə qüvvət. O Sərdarlı familiyasını yaşatmaq, Sərdariləri yaşatmaq məsələsi ki var. Biz Mədət müəllimdən əvvəl 37-ci ildə mənim babam, yəni ondan da böyük qardaş Hüseyn Sərdarlı o öz keçmişi ilə daha çox öyündüyünə görə, qürur duyduğuna görə və sözlərdə də öz o xan nəslindən danışdığına görə kolxoz sədri olarkən onu həbs elədilər, repressiya uğradı. Və o repressiyadan sonra digər qohumlar qoy inciməsinlər. Onlar qorxdular, öz keçmişlərindən çox da danışmadılar. Və həmin 48-ci ildə, bayaq siz dediniz, nəyə görə daha çox İrəvandan və İrəvan ətrafından köç olundu. Məhz orada mənim ulu babam, atamın ulu babası Axund Sərdar saray mədrəsəsində, bir mədrəsə sarayda idi, digərisi başqa idi. O saray mədrəsəsində də Xanzadəgan nəslindən olan insanlar təhsil alırdılar və çox böyük, hər tərəfli təhsil idi. O sıradan bir təhsil deyildi. Axund Sərdar həmin mədrəsəni qurtarır, sonra o Qazax mahalına köçür. Yəni bu ilk əsl, yəni ki daha çox bu təzyiqlərə məruz qalan zümrə qaçır İrana, bir hissəsi Türkiyəyə, bir hissəsi Qazax mahalına. Həmin bizim nəsil də gəlir Qazax mahalına, həmin o Axund Sərdar. Orada da yerli deməli insanlarla bu öz o təhsilinlə müəyyən məsələlərdə seçildiyinə görə ona qarşı bir müxalifət yaranır. Nəsə köçüb Goranboya gələsi oldu. İndi bircə kəlmə onu deyim ki, bizdə Goranboyda 48-ci ildə yaranan İrəvanlı adında bir kənd var, məntəqə var. Orada daha çox İrəvandan köçmüşlər, ondan sonra Göyçədən köçmüşlər və ondan da əvvəl hələ 1827-ci ildən başlayaraq köç həmişə davam edir, bu köç. Və bu gündə siz də çox sağ olun ki, varsınız, çox sağ olun ki, dəyər verdiniz. Bizim üçün də o unudulmaz bir gün idi, mənim üçün də böyük şərəfdir ki, siz öz ailənizlə, bizim ailəmizlə baş-baş oldunuz, o yaratdığımız əsərlərlə tanış oldunuz. Hər zaman bu yerin adı da Sərdar Sandıq Ocağıdır. Yəni o Sərdarın, bu il 4 yaşımız tamam olur. Yəni bu il yaradıcılığımızın 10 ili tamam olur. Amma bu Sərdar Sandıq Ocağının 4 yaşı tamam olur. Sözümün cavabı nədir? Yəni ki biz o ada həmişə o Sərdarlı, Sərdari ora olan bizim vəfa borcumuz olaraq bunu yaşadırıq.
Var Belə olasın. bu mənim balaca bir hesabatım. Həm də ki, Cəmaləddin bəygil sağ olsunlar ki, artıq neçə dəfə bizim şəxsimizdə Qərbi Azərbaycan məsələləri ilə bağlı geniş deməli formatda həsr ediblər. O irsi təbliğ eləmək üçün həmişə öz imkanlarından istifadə edib bizə qoşulublar. Çox sağ olsunlar. Siz də çox sağ olun ki, varsınız sadəcə olaraq. Sizin hər sözünüz, söhbətiniz özü bir məktəbdir bizim üçün və ən zəngin məktəblərdən, universitetlərdən, akademiyalardan biridir. Tam səmimi deyirəm mən bunu. Hər müsahibəniz, hər sözünüz, davranışınız bizim için böyle bir gıdadır. Çok teşekkür ederim kardeşim. Allah sizi var eylesin. Hep başarılar diliyorum. Hep yanınızdayız Allah'ın izniyle. Hep böyle ileriye doğru inşallah. Çok teşekkürler. Çok sağ olun. Sağ olun. Teşekkür ederiz İskender müəllim, var olasınız. Misir Sağ olun. müəllim ayrılmaq məcburiyyətindədir. Onun üçün istərdim Misir müəllimdən son sözlərini Allah konferansla bağlı. Daha sonra Sevgi hocamıza söz vereyim. Buyurun Misir müəllim. Çox üzr istəyirəm. Mən məcburam ki, sizdən indi ayrılam. Ona çox təəssüf edirəm. Ona görə konferansa işində uğur arzulayıram. Yaqın nəticələri mən anardan öyrənəcəm axıra qədər. Kimlər danışıb, nə danışıb. İndi məcburam biraz sağlamlığımla bağlı dərman, ilaç qəbul eləməliyəm. Ona görə bağışlayın məni. Uğur arzulayıram hər birinizə. Mustafa Gecəniz hocam, xeyrə çok qalsın. teşekkürler. Çok Xeyrə teşekkür qalsın. ederiz. Və Allah sizi salamat var qalın. eylesin. Sağ olun. Sevil Biz hocama söz- söz verelim Anar ve Sevil Bəli. hocama. Buyurun Sevil hocam. Sevil hocam hayırlı akşamlar. Hayırlı akşamlar Cemalettin hocam. Bugünkü qonaqlar çox gözəl İrəvanla bağlı çox gözəl bilgilər verdilər. Bugünkü proqram da İrəvan şəhidlərindən ilgili hazırlanmış və bütün şəhid ailələrinə sabırlar diliyorum. Şəhidlərimizə də rəhmət diliyorum. Amin. İradə xanım çok güzel bilgiler verdi. Teşekkür ederim. Sonra İskender Serdarlı. Ben burada onları konuştukça not alırdım. Burada Emir Eli Serdari konuştu. O acaba ona o gitmemişse o sülalesi hakkında acaba bir şeyler yazmış mı? Yani çok güzel olardı o sülale hani devam ettirir o Serdari sülalesine o soyadı. Onlarla bağlı bir şeyler yazmış mı? O da benim çok ilgimi çekti. Ben bugün buraya Derele yazma halinde olan birçok insanları çağırmışım. Qərbi Azərbaycan Araştırmalar Mərkəzinin müdürü Leyla Calalova var burada. O da çok güzel işler yapıyor. Ondan sonra burada Samet Leyla Hanım Vekilov hoş var. gelmişler. Evet, Samet Vekilov var. Milli Məclisin hüquq üzrə eksperti. Onlar da çok Qərbi Azərbaycan'a çok büyük işler görürlər. Kitap takdimatları hazırlayırlar. Kendine bir kitabı var. Misir müəllim doğru söyledi ki, yani İrəvanın ziyalıları, yani İrəvandan köçürülmənin əsas səbəbi İrəvan ətrafındakı ziyalılarla bağlıydı. Bunu mən Kafkaslardakı Kıyım ve Sürgünler adlı kitabımda yazmışam. Oradan Çukur Sed zonası var. En çok oradan köçürülmüştü Azerbaycan ziyalıları. Ve bizim Batı Azerbaycan'ın mətbuatı ilə bağlı ben kitabımda geniş yer vermişim. Çünkü bizim orada mətbuatımız vardı. Yazarlarımız hatta İrəvan adı kaybolmasın diye İrəvani adını, soyadını mahlas olarak kullanırlar. Ben özüm de İrəvanlı mahlasını kullanırım. İkinci bir taraftan ben burada doğrusu Leyla Hanım buradadır. Ben not aldığım demin konuşan Ofelia Hanım'ın bakınız o biraz hastadır. Ben isterdim ki bir grup teşkil olunsun. Ofelia Hanım'ın evine gidilsin. Onun konuşmaları her bir şekilde kaydedilsin. Tarihe geçsin. Çünkü bunlar hepsi bizim tarihimizdi. Ben çok konuşmak istemiyorum çünkü daha da konuşmacılar olacak. Cemalettin Bey, gerçekten de bir enstitünün yapamadığı işleri siz yapıyorsunuz. Yani bu çok sevindirici çünkü bu bir enstitünün yapası bir işti. Her konuda özellikle de şehitlerimizle bağlı bu konferans bizim için çok değerliydi. Yani Azerbaycan'daki şehitleri
toprağımızı kanla yuyan şehitlerimizin bağlı bu program bizim için en değerli programdı ve hani elə gəlir ki, bu program bitmez. Anar Bey, size de çok teşekkür ederim. Genç olmasına bakmayarak biz onu hələ Kore'de olurken tanımıştık. Çok sağ olun. Teşekkür ederim hepinize. Değerli hocam biz teşekkür ederiz. Tanıştığımızdan beri her fırsatı değerlendirip programlarda oluyorsunuz. Olmadığınız zaman Anar'la biliyoruz ki çok çok önemli. Elinizde olmayan sebeplerden dolayı yoksunuz. Yoksa her zaman kalben, ruhen, bedenen her zaman yanımızdasınız. Ben sizleri çok seviyorum biliyorsunuz zaten. Özelden de yazışıyoruz, görüşüyoruz. Atilla Bey'e de selamlar. Allah sizi var eylesin. Hadi hocam buyurun. Mən Sevil xanımın iki məsələ, o toxunduğu məsələyə cavab olaraq deyirəm. Birincisi, Əmir Əli bəyin deməli şəcərəsi haqqında kitabı o yazıbdı. Sadəcə o tərcümə olunub və çap olunmalıdır. Onu edəndə inşallah ki o deməli təqdimatı da onda olacaqdır. Yəni o yazılıbdı artıq. Yazılıb, sadəcə bu tərcümə olmalıdır. Bu bir. İkinci məsələ, bəli, Afeliya xanımın, mən burada çıxışımda da dedim ki, Afeliya xanımda bir neçə unikal şəkil var idi və o şəkillər deməli Pənah xan Makinskinin, Abbasqulu xan İrəvanskinin qızı Tacı xanımın, çünki bunlar bir ailə olublar. Tacı xanım Pənah xan Makinski Əli xanın yoldaşı olubdu və bu şəkilləri də bəli yeganə Afeliya xanım onları saxlayıb. Biz o şəkillərin sürətlərini o zaman hələ 2007-ci ildə, belə 8-ci ildə onları Afeliya xanımla görüşdük və onların şəkillərinin sürətləri çıxıldı və sərgilərdə də, kitabda da onları deməli artıq göstərilibdir. Yəni kim maraqlı olsa o şəkillərdən də görə bilər. Bax belə bir şəkillər. Hətta bizim sərgilərdə mən bir şey də qeyd edim ki, heç gözləmirdim. O sərgini biləndə o qədər İrəvan deyək ki, tacirləri olubdu. İrəvan təhsil ocaqlarında kimlərsə olub. Qədim şəkillərini götürüb gəlmişdilər ora və biz o sərgi nəticəmizdə 1-ə 5 şəkillərimizi artıra bildik. Ona görə hər birinizə də deyirəm ki, kimdə o qədim şəkillər varsa, onları çox yaxşı olar ki, biz onları sərgi formatında keçiririk. İnşallah ola bilər ki, biz artıq Almaniyada bu Cəmaləddin Hoca belə məqsədimiz var. Əmir Əli bəy də dedi. Almaniyada da onu sərgiləyəcəyik. Onu və kitabımız da bizim necə deyirəm artıq 4 dildə olub, Azərbaycan, Rus, İngilis və Fransız dilində. İnşallah da ki, Fransada da onu keçirmək istəyirik. Çünki bu çox vacibdir. Elə Fransa, bilirsiniz də, ermənilərə həmişə dəstək olur və elə indi cənab prezident də həmin o məsələlərə toxunur. Elə sizlə danışa-danışa da onu gördüm. Biz də çalışmalıyıq ki, öz növbəmizdə bax bizə mane törədən hansısa bir dövlətlər gözəl bilsinlər ki, tarixi həqiqətlər bizdədir. Hətta bizim kitabda erməni rəssamları da qədim İrəvanı yalnız məscidlə çəkibdir. Təşəkkür edirəm. Çok teşekkürler geniş malumatlar için. Allah razı olsun. İnşallah bunların hepsini değerlendireceğiz. Ana not alıyor. Çox sağ olun İradə xanım. Təşəkkür edirik bir daha. Son olaraq qonaqlarımız arasında sözü Professor Fərux Müstəmova vermək istəyirəm. Buyurun Fərux müəllim. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Cəmaləddin bəy, Anar müəllim, hörmətli tədbir iştirakçıları. Burada iştirak edənlərin hamısı bizim üçün doğmadır və hamının adını bir-bir çəkmək vaxt alacaq deyə hamınıza təşəkkür və minnətdarlığımı bildirirəm. Belə tədbirlər bizim Qərbi Azərbaycana qayıdış prosesimizə böyük bir dəstəkdir. Cənab Prezident icmaya gələrkən belə bir söz ifadə etmişdi ki, bizi Qarabağa hansı tarixi yaddaş qaytardısa, bizi Qərbi Azərbaycana da həmən yaddaş, tarixi yaddaş qaytaracaq. Biz həmişə tarixə söykənməliyik, tarixi yaddaşımıza, tarixi təfəkkürümüzə və tarixi yaddaşın, tarixi təfəkkürün formalaşdırılması, bərpa edilməsi, tarixi həqiqətlərin üzə çıxarılmasında aparılan tədqiqatların, belə konferansların, seminarların, görüşlərin
dəyərli masaların çox böyük əhəmiyyəti var. Bir daha yaddaşımız təzələnir. Çünki burada iştirak edənlərin əksəriyyəti bu həqiqətləri bilirlər. Əsas məsələ bu həqiqətləri gələcək nəsillərə ötürməkdir, gələcək nəsillərə daşımaqdır. Onların beynində tarixi təfəkkürü formalaşdırmaqdır ki, bugün Şimali Azərbaycanın hüquqi və siyasi xəritəsindən, coğrafiyasından kənarda qalan bizim cənubumuz var, bizim şimalımız var, itirilmiş Qərbi Azərbaycanımız var, böyük torpaqlarımız var. Zaman zaman biz o torpaqlara qayıtmalıyıq. Buna görə də biz həmişə ayaqda olmalıyıq, diri olmalıyıq, o torpaqlar haqqında fikirləşməliyik və ona görə də gənc nəsli məhz o günə hazırlamalıyıq. O gün uzaqda deyil, o x gün uzaqda deyil, amma hər halda bizim əsas vacib məsələmiz gəncləri o işə hazırlamaqdır. Arzu eləyərdik ki, biz özümüz o işin birbaşa, o prosesin iştirakçıları olaq. Amma olmazsa bizdən sonraki nəsil o işləri görməlidir və öz dədə-baba torpaqlarına qayıtmalıdır. Qərbi Azərbaycanla bağlı bugün Azərbaycan çox böyük işlər görülür. Təbii ki, Qərbi Azərbaycan icmasının adı çəkildi. Burada şuralar var, fəaliyyət göstərilir, kitablar çap olunur, təqdim olunur və s. Çox böyük fəaliyyəti var. Akademiyada 3 institutda, Dil İnstitutunda, Folklor İnstitutunda, Tarix İnstitutunda bununla bağlı xüsusi şöbə yaradılıb. Azərbaycanın ayrı-ayrı institutlarında, universitetlərində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində çox hörmətli prorektorumuz Mahirə xanım Hüseynovanın rəhbərliyi ilə bir araşdırmalar mərkəzi, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi formalaşıb. Bunlar hamısı onun mərkəzin özünün qəzetəsi var, özünün jurnal nəşr edir. Çox böyük işlər bu sahədə görülür. Bayaq burada bir Fərdə xanımın adı çəkildi. Mən istəyirəm ki, onun kitabını burada göstərəm sizə. Onun belə bir kitabı var. İrəvan tarixi həqiqətlər və şəxsiyyətlər. Çox maraqlı kitabdır. Bu da ingilis və Azərbaycan dillərində nəşr olunub. Mişir müəllim mənim 2 kitabım haqqında danışdı. Bilirsiniz ki, bayaq İradə xanım dedi, İrəvanı İrəvan edən onun ziyalı mühiti idi. İstər şəhərlər, istər dövlətlər, istər millətlər onun ziyalısından tanınır. İrəvanda 19-cu əsrin, son 20-ci əsrin əvvəllərindəki milli mühit Bakıdan qat-qat güclüdür. Yəni düzdür, o dövrdə İrəvanda Azərbaycanlıların sayına görə 3-cü şəhər idi. Amma fakt odur ki, milli mühitə görə, milli varlığın ifadəsinə görə İrəvan daha öndə idi. Bunun da əsas səbəblərindən biri orada həm İrəvan, deməli, müəllimlər seminariyasının fəaliyyət göstərməsi idi, İrəvan gimnaziyasının, Rus-Tatar məktəblərinin və eyni zamanda orada bizim ana dilli məktəblər fəaliyyət göstərirdi. Cənubi Azərbaycan Kazımzadə gəlmişdi, Rüşdiyə gəlmişdi. Həm milli məktəblər var idi, dini məktəblər var idi. Mollaxanalar və mədrəsələr öz fəaliyyətini davam etdirirdi. O dövrdə Cənubi Qafqazda, Qafqaz Təlim Dairəsi Popişlinin hesabatına görə təxminən 15 min şagird Cənubi Qafqazda, İrəvan içində o dini məktəblərdə təhsil alırdı. Həm də Azərbaycan ərazisində seminariya fəaliyyət göstərmədiyi halda İrəvanda İrəvan müəllimlər seminariyası fəaliyyət göstərirdi. Bu kitab həmən İrəvan müəllimlər seminariyasına həsr olunub. Burada daha çox seminariyanın tarixi, fəaliyyəti, Azərbaycanlı müəllimlərin fəaliyyəti və onların hər birinin orada oxuyan tələbələrin, Azərbaycanlı tələbələrin fəaliyyəti bu kitabda arxiv sənədləri əsasında öz əksini tapıb. İkinci kitab yenə də İradə xanım dedi, gimnaziya. Bugün seminariya statusuna görə daha yüksəkdir. Amma 19-cu əsrdə seminariya gimnaziyadan statusu aşağı idi. Seminariyanı bitirən heç bir ali məktəbə daxil ola bilməzdir. Yalnız müəllimlər institutuna, hətta müəllimlər institutunun özünü belə bitirənlər universitetlərə daxil ola bilməzdir. Qərbi Azərbaycan ziyalı elitasının formalaşmasında gimnaziya müstəsna rol oynayıb. Məhz gimnaziyanın qapılarından biz Avropaya baxmışıq. Rusiyanın iri şəhərlərinə, Avropanın qabaqsız şəhərlərinə getmiş, orada ali təhsil almışıq. Çünki gimnaziyanı bitirənlər yalnız və yalnız ali təhsil ala bilərlər. Mən təxminən 150 nəfərə yaxın İrəvan gimnaziyasını bitirib, ali təhsil almış, hətta akademik rütbəsinə çatmış insanlar haqqında burada yazmışam. Böyük insan, ictimai siyasi xadim,
cənab prezidentin babası Əziz Əliyev haqqında ilk dəfə olaraq arxiv sənədləri haqqında onun oxuduğu sənədləri biz burada təqdim eləmiş ki, bu birbaşa son illərdə İrəvan arxivindən gətirilib, Nazir Əhmədli tərəfindən və mənə lütfkarcasına hədiyyə edilib, mən də onları burada təqdim eləmişəm. Akademik Mustafa Topçubaşov haqqında və akademik Əhməd Rəcəbli haqqında və burada Bağırbəyovlar, Mirbabayevlər, Qazızadələr çəkildi. Burada hamısı haqqında onların hansı ki, onların ali təhsil alıblar. Burada onlar haqqında böyük oçerklər verilib, onların şəkilləri verilib, hər birinin ayrı-ayrılıqda və eyni zamanda onların hər birinin çalışmışam burada, o dövrdə aldıqları attestatın surəti verilib. Hər birinin. Və burada çalışan Azərbaycanlı müəllimlər, xüsusilə Mirzə Elxanovun, Azərbaycandan gəlmiş Firdun bəy Köçərli və s. Bunlar haqqında geniş şəkildə məlumat verilib. Amma mən burada danışıqdan duydum və Cəmaləddin bəydən bir xahişim olacaq ki, Buyurun. mən bu kitabları necə sizin o nadir muzeyə çatdıra bilərəm. Çox həvəslə, çox məmnuniyyətlə günü səhər siz kimə desəniz, mən bu kitabları həmən şəxsə verərəm ki, sizə çatdırsın. Təbii ki, qarşımızda böyük bir hədəf var. Bu artıq Qərbi Azərbaycan məsələsi mənim, sənin, İrəvanlının, Göyçəlinin, Dərələyəzin məsələsi deyil. Bu bütöv Azərbaycan məsələsidir. Bu bütöv dünya Azərbaycanlıların məsələsidir. Bu dünya Azərbaycanın prioritet siyasətlərindən biridir. Cənab Prezident tərəfindən Qərbi Azərbaycana qayıdış konsepsiyası dəstəklənib. Bu konsepsiya 60 neçə səhifədən ibarətdir. Bunun yalnız 8 səhifəsi icma üçün, cəmaat üçün, kütlə üçün açıqdır. Digər hissəsi isə qapalıdır. Hər Azərbaycanda hər bir kəsin, bütün nazirliklərin, bütün qurumların, bütün tədqiqat institutların hər birinin öz şəxsi töhfəsi olmalıdır ki, biz hər gün Qərbi Azərbaycana qayıtmağımızı daha da reallaşdıraq. Bu bir siyasətdir, bu bir həsrətdir. Biz bu həsrətə qovuşmaq üçün, bu siyasəti önləmək üçün hər kəs öz töhfəsini verməlidir. Və bugün də mən burada çox maraqlı çıxışların sahibi oldum. Xüsusilə o insanlar ki, adlarını oxumuşuq bu kitablarda, arxiv sənədlərini. Biz onların nəvə nəticəsini görəndə elə bir ki, onlarla danışırmış kimi olduq. Elə bir ki, tarixi bir anlıq yaşamış kimi olduq. Mən də istəyərdim ki, onlarla çoxuna üzbəyiz olaq və onlarla həm söhbət olaq. Hər birinizə təşəkkür edirəm. Bu yol ağır yoldur, bu yol çətin yoldur. Amma bu yol prezidentin qəbul etdiyi yoldur, qəbul etdiyi siyasətdir, göstərdiyi yoldur. Biz o torpaqlara qayıdacağıq. O torpaqlarda bizim ocaqlarımız yenidən yanacaq. Sağ olun, var olun. Tamam hocam, çok çok teşekkürler. Öncelikle ilk etapta bütün Azerbaycan dünyasının meselesidir bu. Aynı zamanda geniş anlamda bütün Türk dünyasının ve İslam dünyasının meselesidir. Çünkü bütün diğer ülkelere giden yol Türkiye, Nahçıvan, ondan sonra anlatabildim mi? Yani o Bəl. köprünün görevidir. Bu çok önemli. İkincisi çok teşekkür ederim. Ben de tam diyecektim ki o kitapların bir ön başlığının şekillerini çekip anlara yollayabilirseniz sevinirim. Hem Feride Hanım'ın hem sizin. Çünkü onları arşivde biz program yaptıkça hep tanıtmalıyız ki gençler de tanısın. Diğer konuya gelince şeref duyarım. Anar sizinle inşallah irtibata geçecek. Zaten Allah size can sağlığı versin. Sağ olun, uğurlar arzulayıyorum. Sağ ol. Çok Bu sağ ara Amana Hanım geldi, programa geldi. Sen devam et. Çok kısa ona da bir söz hakkı vereceğim inşallah. Evet Can, isterseniz Aman Ağa'ya söz vereyim. Aman Hanım selam, mikrofonunuzu açın bir zahmet. Az önce programda evinizde tedbir olduğunu gördüm. Birçok misafirlerle toplaşmışsınız. Olduğunuzun anma günüydü. Zaten geçen hafta biliyorsunuz özel alma programı yapmıştık. Bugün de istedim ki sizi selamlayayım. Karşımızda Amana Nesirova, Topuz şehidi Elvan Şirov'un annesi. Tedbirleri olduğu için orada toplaşmışlar ve bütün meraktan orada oturmuşlar. Hem konuşuyor hem çaylarını içiyorlar hem de programa dahil olmuşlardı. Buradan hepinize selamlarımı yolluyorum. Aman abi çok kısa bir selamlayayım istedim ki oradaki misafirlerinize de bir merhaba diyelim. Burada değerli alimlerimiz var. Biliyorsunuz sizler şehit aileleri olarak bizim için çok değerlisiniz. Çünkü şehitlerin kanı bizim için çok değerli. Ama her zaman diyorum ya alimlerin mürekkebi, şehitlerin kanı konusu benim için önemli. Bugün hep bir araya gelindiği için alimlerin mürekkebiyle
şehitlerin ailesi. İskender Bey kardeşim çok güzel de söyledi sizler hakkında fikirlerini. Ben de aynen katılıyorum. Hoş geldiniz. Hayırlı akşamlar. Hayırlı olsun. Axşamınız xeyir olsun dəyərli hocam, dəyərli İnşallah. proqram iştirakçıları. Hər birinizi salamlayıram. Evet. Bəli, bugün Elmarın doğum günüdür, ad günüdür. Səhər-səhərdən elə qonaqlarımla, qohum əqrəba ilə və Tovuz Turan Şəhid Ailələri Birliyindən birlikdə Elmarın ziyarətində olduq, məzarını ziyarət elədik. Sonra ehsan süfrəsi oldu. Elmarın adına Quranlar oxundu. Ehsan elədik. Allah sizləri var eləsin, Allah sizləri qorusun. İndi də rayonumuzun bir sıra gəncləri Elmarın ziyarətinə gəliblər. Necə deyim, ev muzeyinin ziyarətinə gəliblər, yanımdadılar. Hepsine Nə deyəm? selamlarımızı söyleyin. Demək istədiyim odur ki, həmişə demişəm, yenə deyirəm, kaş bütün oğullar, kaş bütün Azərbaycan oğulları, Türk evlatları, hamısı vətənpərvər olsun, vətəninin, xalqının keşiyində duran olsun. Mən bir ana kimi oğlumla fəxr eləmişəm, həmişə qürur duymuşam. Yenə də qürur duyuram və ölüncə bir ömür oğlumla qürur duyuram ki, mən elə bir qəhrəmanın, elə bir igidin anasıyam. Baxmayaraq ki, 18 yaşı var idi, baxmayaraq ki, 2 ayın əskəri idi. Amma vətən qarşısında öz borcunu namusla, qeyrətlə, öz şərəfinlə, vicdanınla yerinə yetirən bir oğul oldu. Və siz dediniz şəhidlərin qanı, alimlərin mürəkkəbi, düz buyurdunuz. Həqiqətən də bu vətənin xilaskarı, şəhidlərimizin qanı, alimlərimizin, pedaqoqlarımızın mürəkkəbidir. Çox təşəkkür edirəm hər Ben birinizə. teşekkür ediyorum. Oradaki bütün misafirlerimize, konuklarımıza selam ve sevgilerimizi yolluyoruz. Sizi bu şehit aileleri adına inşallah konuşturmuş oldum. Burada 50'den fazla şehit ailemiz var. Allah razı olsun. Alimlerimizin mürekkebinin devresinin önemi. Bakın bugün konumuz Garbi Azerbaycan. Ve bakın burada değerli misafirlerimiz, onların aile fertleri, torunları, torunlarının torunları burada konuk oldular. Sizin de söylediğiniz o milletini seven, vatanını seven sizin değerli şehit o evlatlarınız gibi inşallah gençlerimiz de ilim yolunda böyle ilerleyecekler. Dolayısıyla şehitleriniz şehit oluncaya kadar sizlerin evlatlarıydı. Şehit olduktan sonra hepimizin evlatlarıdır. Bunu hem kendim hem de başta Faruk Muallim olmak üzere bütün burada konuk olan diğer konuklarımız da adına söyleyebilirim. Onlar bizim evlatlarımızdı. Bugün artık diplomasi yoluyla daha da ileri bakın İrvan konusunu ele alıyoruz. İrvan Hanlığı konusunu. Dolayısıyla bu böyle devam edecek. Bizde bu can olduğu müddetçe Faruk Hoca da belirtti. İnşallah biz bunu göreceğiz. Çünkü bir zamanlar kimse inanmıyordu ki Sovyetler çökecek. Ve biz Kazakistan'ı, Kırgızistan'ı, Özbekistan'ı, Türkmenistan'ı, Azerbaycan'ı göreceğiz. Kimler tahmin ediyordu? Her zaman umutluydum, her zaman derdim. İnşallah böyle hayaller her zaman var olacaktır. Çünkü sizler varsınız. Çok teşekkür ederiz. Bütün hepinize. Çox sağ olun Aman Hanım. Təşəkkür edirik. Allah razı olsun. Var olasınız. Minnətdarıq. Çox sağ olun. Baba Bey söz vermesi olmaz. Son olarak Tabii, ona söz vereyim. babamızdır o tabii ki. Hayırlı Bir akşamlar. proqramımızı belə Salam qatmaz. hocam, salam. Hayırlı akşamlar, Aleykümselam. salam Anar Bey. Keçdi dayıs belə də. Sağ olun, təşəkkür edirəm hocam. Çox gözəl bir mövzuya toxundunuz. Özdə dəyərli hocalarımızı biz gördük. Həqiqətən bu günləri biz Qərbi Azərbaycan, İrəvan ocağının işığına yığışdıq. O işığın biz nurunu hiss etdik. İnşallah bir vaxt olacaq, bəli, İrəvanda o işıq yanacaq. Belə deyək, o Xarı Bülbül azad oldu. Ancaq İrəvan xallarına həsrətdir. İnşallah onu biz görəcəyik və Səid Rüstəmov bizim belə deyək, o tar musiqisini yaradan, tar məktəbini yaradan Səid Rüstəmov oxutar əsərin yazıb. İnşallah o İrəvanda səslənəcək. Aşıq Ələskər ruhu orada belə deyək, öz sözün deyəcək. Yəni biz buna inanırıq. Biz hər birimiz, mən bu günləri yardımlıdan qoşuluram. Yardımlı demirəm, mən özümə elə bu günləri İrəvanlı deyirəm. Necə ki,
44 gün savaşına qədər biz dedik Qarabağlıyıq, Laçınlıyıq, Şuşalıyıq. Bu günlər bəli o müəllim düzgün dedi, qeyd elədi. Bu günləri biz bir olmalıyıq. Hər birimiz İrəvanlıyıq. Hər birimiz Qərbi Azərbaycanlıyıq. Allah Ben bildiyimizi de, ben de qorusun. İranlıyım bundan sonra inşallah. Bəli, bəli. Bütün Türk dünyasını indi yaralı yeri bəli Qərbi Azərbaycan. Evet. Ona görə də bəli biz şad olduq. Çox sağ olun. Çok teşekkürler. Allah sizi var eylesin. Sağ olun, var olun. Buyurun Cemal hocam. Açan sözümüz ne olsun diyelim önce, yoksa önce bir dua edelim. Değerli dostlar, şehit ailelerimiz de buradalar. Başta şehitlerimiz olmak üzere bütün hepimizin vefat etmişleri de dahil hepimizin ölmüşlerin ruhlarına birer Fatiha okuyalım ve sağlıklar getirelim ve bu da İrevan Hanlığı'nın kurtuluşu için, onların bağımsızlığı için, eski topraklarımızın tekrar ilerlemesi için kanla değil, ilimle, barış yoluyla güzel bir şekilde hedeflere ulaşmamız için bu dualar hepsine gelsin. Allahümme salli ala seyyidina Muhammedin ve ala seyyidina Muhammed'ler Fatiha. Açar sözümüz İrevan Hanlığı'nın varisleri gibi bir şey olsa ne dersiniz açar söz için? Olur hocam. Olsun mu? Olsun. Tamam. Hocam, İrade Hanım təsdiqlədi o zaman. İrade Hanım son noktayı. İrade Hanım siz söyleyin açar sözü. Buyurun. Gözəl sözüdür Camalettin Hoca. Elə İrəvan Öyle mi xanının olsun? varisləri, varislər varsa deməli biz ora qayıdacağıq. Tabii ki. Bir de hepimiz varisleriz inşallah. Onlar Gözəl. kandan, bizler de yürekten. Hepimize selam Bəli, bəli, bəli. Sizlerin sağlık Bəli. olsun. Biz də Teşekkür ederim. İrəvanın varisləriyik. Evet. Allah razı olsun. Allah sizi var eylesin. Təşəkkür. Allah razı olsun. Təşəkkür. Açar sözümüz İrəvan xanlığının varisləri. Bununla da daha bir proqramımızın sonuna gəldik. Bu vaxta qədər bizlə qalan bütün dostlarımıza, hocalarımıza, şəhid ailə üzvlərimizə təşəkkür edirik. Növbəti konferanslarda görüşmək ümidi ilə sağ olun, gecəniz xeyrə qalsın. Hayırlı geceler. Teşekkürler.